Uyğunluğun müəyyən edin. Yalnız bir harşəkilcili isim var, birdən çox harşəkilcili isim var. Gün çıxandan sonra kəndimizin üzərindən duman çəkildi. Burada çıxan sözü fe'li sifətdir. Bizdən isim soruşur. Kəndimizin yiyəli haldadır. Bir bu, üzərindən çıxışlı haldadır. Bir də bu iki dənədir. İkiyə gedir A. Bizə lazım olan məktub bugün yazıldı. Burada ümumiyyətlə isimimiz məktubda da hal şəkilçisi ilə işlənməyib. Qardaşım kitablarını bizə verdi. Təkcə kitablarını sözünə təsirli hal şəkilçisi var isim olaraq. İclasda bizim məsələyə də baxıldı. Dairli hal şəkilçisi, məsələyə yönlü hal şəkilçisidir. İkiyə gedəcək. Aşağıdan çay axır. Burada da isim yoxdur. Daha doğrusu hal şəkilçili isim yoxdur. Çay adlı haldadır. 1-ə S, 2-ə isə A və D olacaq.